Aç yakın gel. Ne buyurursun Haymirse? Bir dil ki gəm düçar ola. Ağlar, ağlamaz. Ben ne bileyim Haymirse? Enduhi qüssə yarı ola. Ağlar, ağlamaz. Kurban olun bize. Benim böyle şeylerden başım çıkmaz. Bir savat, avam adamım da. Doğrudur, avamsın. Bunlar güzel sözlerdi. Ged oğlunu oxut. Qoy belə şeylerden lezzet alsın. Rüşvet verirsen. O biri mirseler alırlar ahi. Rüşvet almaq adamı qorxaq, gözü kölgəliliyə. Ne lazım? Ayda 25 manat mevacibim var, o da başımdan girip ayağımdan çıxır. Hoş getdi. Hoş getdin hacı. Allah kömeğin olsun. Götür, çık git. Əhməd bəy, Əhməd bəy! Sizin kağızınız Mirzə Səfərdədir, üzün köçürdür. Hı. Əyləş. Mirzə, benim kağızımı yaz, aparım. Gözlə, bu saat yazarım. Elimdə özgə iş var. Sen yəqin məni yaxşı tanımırsan Mirzə. Mən Əhməd bəyəm. Paris'ten bir ay olar qayıtmışam. Gözlə. Bilirsən, mən Həsən ağanın qohumuyum. Doğrudan Həsən ağanın qolmusan? Doğrudan. Sən Allah, Həsən ağanın qolmusan. Vallahi Həsən ağanın qohumuyum. Sən Həzrət Abbas, Həsən ağanın qolmusan. Həzrət Abbas Haqqı Həsən ağanın qohumuyum. De gələn sən Həsən ağanın adamıyım. Sən öl Həsən ağanın adamıyam. Onda gəlməyin boynuma. Neyinim? Həsən ağanın qolmusan. Gözlə vaxtında kağızın hazır olar, apararsın. Yaxşı, aydındır, danışarıq. Mirzə Səfər! Bəli, cənab naçalnik. Mirzə Səfər! Bəli. Məyər sən yadından çıxartmırsan ki, Həsən ağa kimdir? Məyər sən bilmirsən ki, Həsən ağa bu məhəllənin böyüyüdür, ağsaqqalıdır? Məyər sən bilmirsən ki, Həsən ağa tək bizim yox, cəl mahalın atasıdır, ağsaqqalıdır? Yəni, siz də bilmirsiniz ki, Həsən ağa bizim himayədarımızdır? Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur. Həsən ağa bütün şəhəri dağıdar, yandırar. Ona gözün üstə qaşın var deyən tapılmaz. Həsən ağanın qardaşı oğlu bu dəftərxanada növbə gözləməməlidir. Həsən ağanın qardaşı oğlu bu dəftərxanada növbə gözləməməlidir. Gözləməməlidir. Mirzə Səfər, papağını götür, ged buradan. Cənab naçalnik, yəqin elə ki, mən buradan gedəsi olduqda, papağı burada qoymayacağım. Padişahdan alıp yediğin mevacip iki gözünün deşiğinden gelsin. Mirzə Səfər.